Galeriye vurarım sonra YouTube'a koyarım. Gecen nöbet sonra. Buraları 10 saniye değişeceğim. Ya da yok. Bir 20 saniyede verin. 58-30'da değişeceğim. Değişik. Hı.
Sen tamamla seçim növbəti suala. 56-0. Mənim bir dənə 2 dəqiqə üçə qaytarın da müəllim. Niye akışı? Bak. Sen növbətiyə Dəyişə bilərsiniz müəllim. dəyişdim. Keçən növbəti suala. Keçən növbəti suala. Uşaqlar, burada dəyişkən. 51-30 dəyişkən. Müəllim, asan suallar çox saxlayırsınız müəllim evi biraz. Müəllim, güya tapa bilirsin ki, biri sənə deyir ki, mən qaldım, biri deyir mən baxamadım. Keçən növbəti suala. Burada 10 saniyə, 20 saniyə baxmayacağım. Bu nərəndə tapar?
25, 24, 23, 22. Bir getdik. Bir dəqiqə dala qayıtdıq biz. Bəli, müəllim, Hə. doğru. Hə, tamam, sizə bax. Müəllim, burada ediyi öldürdü. Zeynep'e de bir biraz şey. Ya deyirəm, amma belə 7-ci sualda baxmışdıq da, önce dedim 8-ə. Bu, Allah'ım olsun, Allah'ım olsun, Allah. Bunlara kömək ol, nə Allah'ım. Ya da sən özün mənə kömək ol, bunlar ola bilmir. Bu tip sual bir düşüb o vaxtı. Deyirsən, 10 saniye dəyişəcəm. Yasal sualdır. Mənim bir 10 saniyəlik 7 qaydında. Tamam, yetik. 10, 9, 8. 8-yə 7-yə qayıdın. Ama 7-ci sualı nənəm də tapar mənə. Hayır, görmədim axı. O 7-ci qaldıq biz bir müddət. Keçin daha baxdım. Hə, bu sual yedik, baxın. On saniye dəyişəcəm. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, stop. Buna bax bir, buna 46, 38'e bakıyor. Otuz saniye sonra. Çek. 10 saniye var, yok 13 saniye.
Evet, sual. 10 saniye bak verin buna. Ben neden? Mən görmədim. O niye? Nə Bu, bilim, bu fani güzel fikir bu sualda. Koy. Bakayım. Sizin növbət sual. Bu görmüyor sual. Fikrin sualda olsa da başka yere bakırsınız, yine fikriniz kalmır da burada. İmtihan gibi ziyaret yazıp gelirsiniz. Sınavdan neticenize yanlışır size. Bu sualda ekrana buna bakın da başka yere girirsiniz diye Instagram'da da gök kalırsınız böyle. Böyle üstte. Kırk sıfır sıfırda baktınız var. Çalışma. Yine adam hesaplaştırdınız. Sıfırda dəhşətim. Ben növbət suala. Müəllim, variantlar görsənmir. Tamam. Müəllim, burada dördüncü fikir var ha. Bu Hmm. yeni məlumatlara əsassəndir. Məsələn, bu dəyişdiyindir. Müvəqqəti təsərrüfat altdan istifadə olunması. Bu da variantlara baxım, oxşarlıq deyəcəm bizə. Son Niyə tuncda orada yoxdur. Nasıl bir de elə də at son tuşladı da. Hmm. Elə təsərrüfatda altdan istifadə olunması. Ay müəllim, elə bil bu sualda biraz səhvlik var. Hmm. Burada alttan istifadə olunması deyəsən, hə, təzə kitablara Əksinə dəyişir. bunu Nəsə, götürə bilərik də ortaq. Eşən tutuyorunu at söhbətini açırdı. Atlan dəvədən. Atdan minir, dəvədən qoşqu. Hmm. Təsərrüfatda istifadə olunmalı. O son tutu yazılmış. Kesin o Amma bir yenə suala də baxın. bütün heyvanlar əhəlləşdirib qurtarıbsa demək atdan da istifadə eləmiş olurlar da əslində. Ay mən bir dənə o sual çözüm variant yazım da müəllim. Suala Allah baxdım. sen etdi Zeynep. İmtihanda yarın Melek Abbas Ali diyesi bize abi bak versin. Ben diyoruz o yeni kitap esaslandır. O çünkü kitapta değişiyor. Bu da ben işte bak. O işte bakın görün. Değişik yazdım ya. Bak. Ben eskiden nöbet solan. Bakın. Attan her istifade olmuş oluyor. Geçen tutsa var. Attan istifade. Bunda burada yeni kitap esas götürək 4-5. Bunu ben deyirəm sizə. Attan istifadə ilə İsmail Məhəmməd ölçüləri. İkisini çıxdı burada. Ona 14-cü sual. Səhv yazanları düz hesab edəcəm. Baxın 15-ə.
Bu da aslında evet var. 10 saniye değişti. On saniye değişti. Böyle. Ay müəllim uyğunsuzluq istirmişəm. Mən uyğunluğu yazmışam. Bir dəqiqə qoy dəyişim variantı. Evet. Onu sen demeseydin inan ki çok adam səhv yazmıştı. Niye değil? Müəllim onun sözün mədəniyyəti bilmirəm. Dedim bəlkə kiməsə faydam dəyər. Ona görə. Ters sen için insanlar çok var bu dünyada. İnşallah vaxt biraz verəm. Xronologiya için bir şey daha ilim bilmək lazım. 36:00 burada değişti. Bir saniye kaldı.
Ödəniş qrup yayılır da. Yəni onlarla qurtarmaya yaxın təxminən 6 yard çıxır. Bunda da başına sıfırdan başlayacağım. Yox, yenə sıfırdan başlayacağım. Yəni bu davam edən onlardan indi qoşulmasız bunların gedəmək istəsəz gedə bilərsiniz. Növbəti suala yaxşı bir 5 saniyədə baxın. 5, 4, 3, 2, 1, 0. İstəyən növbəti suala. Ayda müəllim 2 dəqiqə qaydardı zəhmət olmasa. Buyurun. Çox sağ olun. Maraqlı sualdır. Mədəniyyət bölməsində var bu sual. Yəni güvənlik kitabları da var, yeni kitablar da. Növbəti sual. Üzərin növbəti suala. Növbəti suala.
Uşaqlar, 20 saniyə keçim növbəti suala. Sən növbəti suala. Bu timer testini aldın, timer yox idi. Mix sınavlar paylaşdım. Ona linklə də öyrəyib bunu desant bir nəfər işlədə bilir. Hayda. Müəllim, A qrupuna dərslərini canlı açırsınız ya yox? Tək B qrupunda da. Bunu açmamışım bir canlı. Bildim. Kesin növbət. Hayda. Bu olacaq bir yine bir şey. Acilen növbəti sualın situasiya yazdıracağım. Soruları deyirsiniz. Durna, sen bir daha buradan çık, sen bir link atayım. Orada sen mesaj istəyir açımı, kod yaz, oraya görə girə bilirsən. Hı, yaxşı mən.
Lamiyə göz yerinə bir şey təkrar baxardın. Hansı suala baxmaq istəsən. Yəni sən də hazır orada girə bilsən də, yəni işləyə bilsən ondan. Yəni məsələn, o birisi aşağıda yazdı bir sınaqlar, orada gir sınaq. Məsələn, aşağıda yazdı bir növbəti sınaq, bir sınaq, onlara da gir. İndi görüm üçüncü adamı da tapana bilim. Üçüncü adamdan da olsa da 3 nəfər yalnız. Uşaqlar, baxdınızsa bu suala indi hansı sualınız qalmışdı yazmadınız deyin. O suala çevirib. 19 var. 19. Bax 19-cu suala. Baxın. Baxdım mən. 23. Sonra 23. Çevirə bilərsiniz. Sonra 16. 18 dedim. 18. Tamam. Bir də 12 mənim. 12. Müəllim, bu proqram məni Nəsə başa düşdün sən? görəsən. Başa düşmədin. Nə deyirsən? Müəllim, bu proqram atır mən tez-tez Oo, zoom. ey Allah. Görəsən niyə elə olur? Yəqin internet zəif daha. Yox, müəllim, internet zəifdir, müəllim. 4 xəttdir. Ya, 5 olsa internet yaxşı. olsa 4. İnternet olsa mənim 4 dənə xətt olur da. Hər nəysə müəllim. Bizə bir də var əlavə 5-dir. Yəqin ona görə atır 100%-ə. Mütləq. Sonra uşaqlar növbəti sualınızı deyin. 21-ə baxa bilərik. Aynen bile. Bakın 21'e situasiya tapım sizə. Görünən situasiya yazılım qəşəng olsun.
Baxdıqsa, başqa sualınız varsa deyin baxaq. Yoxsa keçim situasiyaya. 13-13. O zaman 13 deyin. Aferin. Söhbət edə müəllim. Tamam. Bu şəhər Azərbaycanın ən qədim şəhərlərindən hesab olunur. Hesab olunur. Tarixən çox hücumlara məruz qalan şəhər. Məruz qalan şəhər. Gürcüstana və Qaradəniz sahilinə gedən yolun üzərində yerləşirdi. Yerləşirdi. Belə. Eyni zamanda Qafqazın ən iri mədəniyyət mərkəzlərindən biridir. Biridir. Sual 1. Bu şəhər hansı sülalənin iqamətgahı, hansı sülalənin iqamətgahı, hansı dövlətin paytaxtı olmuşdur? İkisini də yazmalısınız. İkinci sual. Burada bu şəhəri İslam dünyası ilə Hristiyan dünyası arasında nə hesab edirdilər? Dedilər. Paytaxtı bu şəhər olan dövlət nə zaman süqut etdi? Belə. Fatih mənə sana yaba düzdür. Bu ikinci mənim sual olmadı yerə bir. Niyə? Yəni cavab da çıxırdı ondan. Nə hesab edilirdi? Nə hesab edirdilər? Hə, nə hesab edirdi? Ha. Durna sənə də düzdür. Ay Gün Mehdiyeva. Əslində yazdığım düzdür. Amma yox. Səhvdir. İkinci sual cavabım səhvdir. Ögəya düzdür. Onda sənə 1, 5, 19, 31-dən qoşulda davamlı şəkildə. Çünki bunda bu mövzular bilgi gələnlər rahat olsun.
Yaxşı Lamiyə baxdıq. Lamiyə 1 düz, 2 düz, 3 düz. Lamiyə niyə yaxşı təmiz xəttin var sən? Bir dənə qaralanmamısan ya. Bu nə ola bilər ki, yəni yazanda qaralanmırsınız? Yəni bir cümləni qarasız yazmaq nə bilim. Qasımova Zeynəb düzdür. Ayan. Hələ yazırsan, istəsən yaz. Ayan düzdür. İskəndəri. Uşaqlar yazdınız, tutarsan ki, opsiya testlərə. 10 saniyə vaxtınız var. Cavablarınızı deyin, sonra izahını verim özüm. Uşaqlar biriniz yazdınız da. Başqa atan yoxdur ki. Gözlüyüm mən 2 dəqiqə atıram. Tamam. Mən bir dənə bir şey yazmışam, ona baxın da WhatsApp-da. Yox. Səhv. Hə, onu da yaza bilmirəm. Ha, bax. Görürsən, məsələn, tutaq ki, bu şəhər hansı Suriyanın paytaxtı olub? Hansı Suriya, hansı dövlət? Ən azından görsən Azərbaycan sözü deyilib. Azərbaycan dövlətlərindən hansınsa yazdı adın. Yəni səndən gedən nədir? Yaz. Yəni Gürcüstan Qaradəniz sözünü nəzərə al. Ən azı Gürcüstan Qaradənizə qoyuram bura. Azərbaycan sözü varsa, Azərbaycan dövlətlərindən hansısa paytaxtını at ortaya. Hansısa birini yaz. Qisməti bəlkə düz çıxdı. Atdım da müəllim ortaya. Şəhər o 4 sənə ardı gəlməyəcək. Hadi məsələn, o şəhərin necə ki bunlara. Yəni bu nə zaman süqut edib? Azərbaycanda o qədər dövlət var süqut edən. Birin ilin yaz. Həmişə eyni yazma bax. Görürsən bilmirsənsə məsələn tutaq ki, məsələn deyirəm. Məsələn deyirəm, uşaq. Buna tutaq ki, Təbriz yazmısan. Təbriz bəxtə bəxt atmısan. Ona bunu götürüb indi Təbriz dövlət hansıdır? Məsələn tutaq ki, Təbriz olan dövlət hansı süqutunu yazma. Başqa birini yaz. Məsələn deyim tutaq ki, yaz 1538. Şirvanşahın süqutu. Məsələn deyirəm ha. Müəllim görün Sağ ol. şəhər düz yazdım müəllim. Bir dənə də baxın da onsuz da yazan deyirəm da. Amma Əslində burada sən tutmadın. Mən buraya yazmışam ki, Gürcüstan Qaradəniz. Uşaq Gürcüstan Qaradəniz Şimal Azərbaycan demək deyil. Tutmadınız. Bax Qafqaz demişəm. Cənubi Azərbaycan Qafqaz yazmışam uşaqlar. Cənubi Azərbaycan Qafqaz getmir. Bunu bu başınıza, danqa başınıza vurun. bilirəm müəllim, ora Təbriz yazdı, ona görə dedim bəlkə şansım yoxdur, o da alınmadı. Yox, qardaş, Nə mən onu deyim, etsin? bax, məsələn deyirəm. Bax, əziz insan, yadında qalsın. Cənubi Azərbaycan Qafqaz getmir. Uşaqlar, bir şey yox, qurtarın, intihar keçsəm izahlara. Təvcih hadisəndə belə oğlan toqquşur, bu toqquşursa, onda sən yəni dediyim kimi buradan qoşursan, orada mən eləyə bilərəm. İndi yalandan 90 plus deyirsən. 90 plus havayı olmur axı. 90 plus bal havayı deyə bir çoxdan qavaşır. Uşaqlar, birinci cavabı. Kərmova iş yazmayıb, cavab. Kərmova dərsdə deyil. Şu yazmadı. Bax, uşaqlar, sualın paytaxtdır. Sonra məsələn, cansız da yoxdur. Bunun ədəbiyyatı var. Ben yazmıyordum. Çok adam az adam yazıb. Çok az adam yazıb. Bazen necədir? Bax. Sonra burada olur. Bu şəhər söhbət şeydən gedir uşaqlar. Yadınıza qalsın.
Ziraat yolu üzərində yerləşən bu Gəncədir. Hansı sülalənin Məziyyədlər sülaləsinin mərkəzi olub 859-dan? Bir də ki, Şəddadilər dövlətinin. Çox az adam yazdı sualın cavabını. Uşaqlar, bu strateji qala hesab olunubdur. Strateji qala. Qala. Hansı dövlət uşaq? Bu Şəddadin də paytaxtı 1808-dir. Şəddadin 1808-də sükut edir. Gəldi indi bu cavablarınıza. Mən bir şey soruşa bilərəm. Soruş. Məsələn, siz orada dediniz ha məziyyətlər. O məsələn mən illə yazmışam. Oradan bağ kəsmək olmaz deləmi? Sən nə yazdın? Deyə baxım, sən yazdın ola. Məsələn, yazmışam ki, bu dövrdə mövcud olan məziyyətlər. Yox. Sən onu elə yazma. Sən səhv edəcəksən. Çünki bunu yazma bir də. Çünki məziyyətlər olub 859-dan dövlət yanınca mərkəz olub da. Dövlət yanından sonra bu paytaxt şey olub. Nə Şirvan. O yüzden sen o söhbəti yazma. Yəni çalışın situasiyada artıq ərsin nəsə yazmayın. Bilirsənsə konkretcə bir adın yaz. Çünki sən orada məziyyət yazsan o səhv götürmə şansı yoxdur. Amma məsələn belə yazsan, yox sən pretenziya tuta bilərlər. Yazma bir də. Hı. Nə var Bilmədim. yazma. Məsələn uşaqlar şərt zad istəyəndə artırıb yaza bilərsiniz. Məsələn şərtlər zad deyəndə yazıb ən axırda məsələn bildiyiniz ağzı ilə variantda artıra bilərsiniz. Amma məsələn 2 dənə şərt istəyirsə, 2 dənə dəqiq bilsə yazın 2 dənə bəsinizdir. Əlavə eləməyin. Yox, uca bilməsə cavabı uca uzada bilərsiniz ki, bəlkə çoxluğu görüb müəllim insafa görə bal verir. 1-ə cavab D-dir. Yoxlayın. 2-də cavab I-dir. 3-də cavab C-dir. 4-də cavab D-dir. 5-də cavab C-dir. 6-da cavab A-dır. 7-də cavab A-dır. 8-də cavab B-dir. 9-da cavab D-dir. 10-da cavab G-dir. 11-ə rabat B-bəndir. 12 A. 13 E. 14 C. 15 C. 16 A. 17 B. 18 A. 19 Y. 20 D. 21 C. 22 C. 23 B. 24 D. 25 E. 26 E. 27 C. Şu. Şu an gəlib izah verməyə. Baxaq. Birinci sualda sazə dövrünə aid deyib uşaq bunu sazə sübut edib 941-də 10-cu əsrin 40-cı illərdə. Samanənin mübarizə real samanələrdən düzdür. Dərbənd sədinin təmiri 126 düzdür. Hökmdarın Ərəbiyyat əsr olması uşaq düzdür. 919 922 əsr alınır. 3 illik əsr dövrüdür. Erməni Gürcüyə qarşı mübarizə də aparıb. Dəbli alıbsa zaten Erməniyə qarşı mübarizəsi var onun. Sonra uyğunluğu müəyyən edin uşaqlar. Burada maraqlı sual bu idi. Deyir ki, 9 əsr ortadan qədər Ərəbiyyat təmrindarının Dərbəndində uşaqlar Cərbənd sözü bir dəqiqə. 9-cu əsrin ortalarına qədər uşaqlar bu Dərbəndi cəfərli idarə müstəqil elan edib, deyib hakimlər. Bu yanlış olmalıydı. Bir səhvdir. Uşaqlar, bax yadınıza qalsın, İslamla Xristianlıq arasında qarşıdurma mərkəzi deyirsə, Seyidi Şəkidir. Amma strateji qala desə, Gəncə. 2 düzdür. Mənim Cəfərilər Tiflis idi. Şeybani Cəfəri. Hə, Tiflisən Müslüman Əmirliyi düz deyirsən, dəyərli dövr. Şeybani Cəfəri, Tiflisən Müslüman Əmirliyiləri 3 dənə olan. Dərbəndləri Seyid müstəqil edilib 869-cu ildə Haşim Əssulami. Sonra 3-də düzdür, bu kəsdiribsə dəvət olub. Uşaqlar, Gürcülərlə mübarizə aparılmışdı. Bu yanlış yox, bura doğru yazmalıydı. Cavab olur B variantı 2-3. Çünki doğrudursa qabağında doğru sözünü yazmalıdır. Burada deyir ki, İbrahim bin Mərzban ləşkəri. Sonuncu Rəvadiyo, sonuncu Salari hökmdarıdır. 10-cu hakimiyyət olub düzdür. Dərbənd və Gəncə düzdür ayrılıb. B-C. D-ya baxın. Əliflə mübarizə yoxdur. Sonra 2-yə baxırıq. 2-ci ləşkəri 4 əsasını qoymuşdu. 4 əsasını 1-ci ləşkəri qoymuşdu. Sonra Dəbləmin əsasını qoymuşdu. Dəbləmin əsasını qoymuşdu.
Məhəmməd Emin Şəddad 951-də. Sonra Güzə qarşı mübarizə. Güzə qarşı mübarizə düzdür var. Dəbli yeni uşaq. Dəbli yeni dövlətə birləşən kim olmuşdu? Fəzli Dəbli bin yeni. Məhəmməd. Bəli, Fəzli bin Məhəmməd. Doğrudur. Dəbli yeni dövlətə birləşən. Atababa hökmü Dəbli. Dəbli əslində şeylə tutmuşdu. Məhəmməd Emin Şəddad Dəbli tutub medalya yapmışdı. Bir dəqiqə. Dəbli tutan biri ki Fəzli bin Məhəmmədov 985-1930 kimi olur. Birinci Əli Ləşkər isə Bərdə Şəmkir tutmuşdu. İkinci Ləşkər haram tutmuş. O ikinci Ləşkəri heç zaman tutmayıb baxıb. Amma Sadəcə mübarizə var. Bu var idi Ani Dəbil, Tiflis, Kaxetiya. Bunlar da tutmuşdu. Alparslan idi deyəsən. Ha, o Alparistan'da şeyde Vaha onlar tutmuştu. Qarsız tutmuştu. Şeyde ani qarsız at. Ümumi taxta verilmişdi diyorlar. Alparslan Alparistan tutmuşdu düz değil. Şeyden sonra hakimiyyətə gələn. 1063, 1070 hakimiyyətdə olan. Toğruldan. Sonra hakimiyyətə gələn. Ne dedik ondan? Hə. Uyğun gözlənilmişdi. Burada erkən Tunc dövründə Çişəməyə prosesi bu düzdür. İstehsal təsərrüfatı yarandı Neolit dövründə. Sonra Neolitdə yox, Mezolitdə əsası qoyulub yaranıb. Sonra Paleolit yox, Mezolit olmalı idi bu. Sənətçi taze qrupu erkən Tunc dövründə yox. Erkən Tunc dövründə kiçik maldarlıqdan ayrılır. Orta Tunc dövründə Son tuzda müəllim bu. bu düz uşaq. Çünki sənətkarlardan tacirlər ayrılır. Bu səhvdir. Uşaqlar, bu caylar orta erkən olmalıdır, orta yox. O toxuculuq da neolit idi da. Toxuculuq mezolit Hə, Neolit inqilabı idi. Uşaqlar, son nəşrdə yeni kitablarda da toxuculuqla bağlı mezolitdə də məlumatlar qeyd edilir. Düz isə düşmür o. Çünki toxuculuq yaranıb demirəm neolitdə deyir, toxuculuq da var idi. Daş işləmi, daş falan onları deyir. Uşaqlar, mezolit dövründə o təzə kitablarda var. Şeylər tapılmışdı, İbn Buxarıda. Yəni bilirəm hansı səhifədədir. Sonra iynə, biz tapılmışdı, bizlər zaten iynələr. Neolitdə yaranmış sözü var, toxuculuq yarandı. Bak, toxuculuq yarandı sözü var ya orada, amma toxuculuqla məşğul olmağa başlaması İbn Buxarıda şeydə var axı. Mezolitdə. İynədir, iynədir daha yoxsa? Deyəsən Yəni müəllim. məncə yox, o nəysə sapı belə əymək üçün keçmişdə istifadə olunurdu. Nəsə belə onun kimi bir şeydi deyəsən. Yəni onda bu toxuculuq Cə- götürülür. Mənim otura qayıda keçiddən sonra olmalıdır da. Bunlar. Onlar düz deyil, Neolit inqilabında var. Prosta iyi tapılmasına görə dedim mən, iyi tapılıb mezolitdə. Bir dəqiqə mən deyirəm. Bu Söz yazmadım, alətdir yine olsa müəllim. bilmirəm. Bilirəm, Qoy. alətdir. Bu nə idi? Bu lüğətdə niyə vermir? Toxumada istifadə olunur müəllim. İki ucu sivri ağac alət. Bəli müəllim. İlk əyirmək üçün ortası Onda toxuculuq yaranmasında Nəysə, belə bir şey. yaranmasını niyə götürür? Yəni o əslində deyil, məntiqsiz bir cümlədir da. Çünki əgər toxuculuğa aid alətlər mezolitdə varsa, niyə neolitdə yaranmış toxuculuq? Şu an Asyagendəki tabi bilirsiniz, adam adı sənsi mədəniyyətlə. O yəni bu adam mədəniyyətlə məşğul olur. Bu ərəblərə qarşı mübarizə cavandır. Cavanşir birləşik Varaz Tirdad. Əslində Varaz Grigorun da dövründə var da. Sasanilər tərkibində gedib vuruşur. Sonra Oxşar 11 hökmdarın ittifaq bağlayan kimdir? Cavati idi. Bəli, Vacid. Sonra Dizal çay ərazinin geri qaytarması 387-dədir. Heç bir Bəli. yoxdur. O massagetlərlə də görüşür də müəllim. Bəli. Uşaqlar, Hunlar tərəfindən hakimiyyətin devrilməsi bu ilə Urna ayrılır o vaxt. 371-də hə müəllim. Urna 371-də öləcək. 387-də isə şey olacaq. Ərazi əlbəttə qayıdacaq. Urna 387-də ölüb. 371-də ölüb. Sonra uşaq səbəb nəticələrə uyğunluğu müəyyən edin. Bax. Əmək fəaliyyətinin genişlənməsi şunun inkişafı düzdür. Duru çaxının istifadə edilməsi, duru çaxın möhürlə nə əlaqəsi var, səhvdir. Heyvanların əhəlləşdirilməsinə başlanması mezolitdə,
başlayır, amma bitməsi son kitablarda yoxdur. Siz o kitabınıza, yəni uşaqlar heyvanlar ümumiyyətlə əhəlləşdirib bitməsi köhnə kitablarda eneolit deyir, amma son kitabda heç onu da demir. İbtidai maddənin əsas qoyması düzdür. Birinci uşaq istehsal təsərrüfatı mezolitdə meydana birinci istimai bölgüsü birinci tutucudadır. Səhvdir. Bu da ki düz olacaqdır. Yəni ki, sənətkar inkişaf elədi, mübadilə genişləndi. Bu düzdür var. İnkişaf edişi bir-birinə dəyişirlər də. A, C, Y-dir. Müəllim, indi bu Sonra əhəlləşdirmənin başa çatması kimi bir fikir imtahana düşsə nə götürəcəyik? imtahana düşsə sizə olmalı düşmür, amma düşsə siz eyni yol götürün yaxşı. Çünki uşaqlar imtahana sizin imtahanınıza 6-cı sinif Azərbaycan tarixindən və 6-cı ümumi tarixindən heç bir məlumat düşməyəcək. Heç bir məlumat. Çünki proqram verilib. O proqramı kitabdan ad çəkilib. Yəni bu ildəndir müəllim, o ya keçəndə var idi. Keçən yox idi. Bu il qərar verilib. Bax, bu il harca birazdan qabaq qərar verilib da. Uşaqlar, amma o daş dövrünə bağlı məlumatlar düşəcək necə? 10-cu sinif Azərbaycan tarixində olan məlumatlar. Düz deyir ki, Azərbaycan tarixini anarşivini oxumusunuz dəfələrlə. Bir damcının nə olacaq? O deyir, İslamçının yarışdan nə qorxursunuz? Çünki odur. O qədər mövzu var qabaqda. Onu qoyub ki, bir dövr əlində bir şey olacaq. Uşaqlar 20-ci ilə aiddir. Rəvvadənin süqutu 1065. Təbrizin paytaxt çevrilməsi bu Salc dövründə da Rəvadilərin. Rəvadilərin. Sazəli dövründə baxın. 9 Sazəli Təbrizdə. Rəvadilərin Hə, olur. Təbriz uşaqlar, Ərdəbil demir, Təbriz demir, üzr istəyirəm, düzdür. 981. Təbrizə zəlzələ. Təbrizə zəlzələ 1042. 11-ci əsrdir. 1027, yox, dağıdılması deyir. 30-cu illərdədir bu. Mən bu İbrahim Demək ki, Dərbənd dağıdıb da. İbrahim Dərbənd yox, İbrahim Xəlil xan. İbrahim Dağıdıb. Xəlil xan. İbrahim Xəlil xan dağıdıb Qacar gələndə. Bir də ki, əslində Seydə də var. Hı. Onun qabağını kəsməkdə Seydə var idi. Tayfalar gələndə. Şirvan Bəli, Türkiyə gəlməsi 1028. Sonra Daş dövrü. Müəllim, bir dənə söz soruşum. Bu Rəvvadilər 1028-də Vəhsudan sığınacaq verir. Şəddadilərdə yoxdur ki, sığınacaq vermək bu Səlcuqlara. Yox, sığınacaq söhbəti yox. Sadəcə 30-cu illərdə gələcək. Ana Xaqanın Aha. meydana gəlməsi üst paleolitdir. Mikrol deməcaliklər istifadə düzdür. İbtidai maddəsi düzdür. BC. 2-yə baxaq. Daş alətlərin değişilməsi düzdür. Heyvan əhəlləşməsi başlaması mezolitdir, səhvdir. Mikrol alətə istifadə edilməsi də isə düzdür. Bir BC 2 Uşaqlar, bax, istifadə edilməsi ilə diqqətli olun. İstifadə edilməsi. Yəni, bax, bu günlərdə mikrol alətdən istifadə olunur. Yəni, mezolitdə başlayır bu günə qədər. Uşaqlar, axirət dünyasına inamın olması. Orta paleolit. Orta paleolitdə başlayır. İnkişaf eləyir şeydə. Erkən Tunc dövrü desəm düz olar. İndiyə də Hə, aiddir. ana xaqanlığın yox amma. Ay bala, axirət dünyasından indi də var. Axirət dünyasından indi də var. Burada mən demirəm yaranması. Yaranması orta, amma bax, axirət dünyasının inamın olması deyir. Bu gün də var uşaqlar axirət. Ya bu günlərin ölünü aparıb basdırırlar, nə mi? Sonra da Quran oxuturlar. Allah rəhmət etsin deyirlər. Bu demək ki, öləndən sonra inanırlar da ki, nəsə olacaq ona. Axirət dünyasından Müəllim, bu gün onda də var. axirət dünyasına inan, müəllim, şeydir, alt paleolitdədir. Yox, orta paleolitdən bu günə. Hə, bildim. Hı. Müəllim, biz ağıllı insan gedirik də, hə, müəllim? Hə, sən ağıllı insan gəlsin, narahat olma. Bəli, müəllim, elə bil. Hı. Sonra, uşaqlar, məsələn, daş alətlərdən istifadə edilməsi. Desəm ki, son tutsa düz olar. Bəli. Bəli, bu müəllim, gün də elə var. alt paleolitdən indiyə qədər var. Üzü bu günə. Bu bəlkə kimsə götürüb, məsələn, kimsə qaçanda vurub başını yarırsansa daşla. O da şeydir. Bir daş alətdən istifadə edir. Bağdad müqayisə bu. Bağdad müqayisə Bərdədir. Sonra buna baxaq. Slavyanlar yürüşü. Xəzər tərəfindən tabe olunması, məğlub olunması 10-cu əsr. Bu hansı yürüş idi? Xəzər xəqanın əhalisi falan. Müəllim, bu Qayıqzad alırı o yürüşü deyirsiniz. O tipdən düzdür. Xəzər xəqanlığına bu 1914-cü il olacaq. Xəzər xəqanın əhalisi falan tərəfindən. Bu müəllim sonra Abbasqın 909. Abbasqın ona 909. görə məğlub edilmə var idi ki, mən ittifaq gördüm müəllim o. Hədə Xəzər xəqanlığı da ittifaqda olub sana. 20 dirhəm bu tərəfiz bu 944. Cavab olur burada 1, 2, 4,
9-cu əsrdən başlayır. 890-lardan başlayıb hücumlar. 5 uşaqlar Dərbənd hakiminin Slavyanların köməyinə istifadə etməsi bu var amma ki 987-dir. Yəni 10-cu əsrdir. Alan Səhərən İttifaqda 1032. Bir dəqiqə. Alan Səhərən İttifaqda olması ola düzdür 1032-ci il yürüşüdür. Salarə qoşuna və məğlub olunması. 944. Bu 944 bu Mosul hakimi gəlir hücum edilir. O dövrdədir. Şu an Saradası 910. 914. 909-da Abbasqulu, 910-da Sarı. Müəllim, birinci 909-da yerli əhali tərəfindən məğlubiyyətə uğradılır. Yerli əhali söhbəti olacaq. 909 yürüşündə olacaq. Nasıl? Məğlub olacaq. 910-da Şirvanşahlardır. Bax 909-da yerli əhalidir. 1032'de de vardı. Ben Hə. Yerli əhalidir. 910-da Şirvandır, Şirvanşahlar. 914-də də Bulqar, Burtaz, Xarəzm türkləri bunlar birləşib məğlub edirlər. Bulqar, Burtaz, Xarəzm türkləri. Bunlardır. Bir də ki Seyid Əsgür'dür. Düzdür, 1032-ci ildə də amma orada Slavyanın Şirvanşahlar məğlub edirlərdi. Amma uşaq orada bir məsələ var. 1032-də Dərbənd hakimi yerli əhali köməyini Slavyan ölkəsindən qovur. Hə, mən maraqlanmışam. İndi sizə yazdım. İndi dərsliyəm. Sizə satacağım. Sonra cavab ola bilər 1, 2, 4, 6. Bir dəqiqə, ona burada J olur. Ay, J salarlar, yox. Sonra xüsusi məsələlər Rabatdır. 11-ci əsrdə baş vermişdi. Şu an 1032 zat hücumdur. B variantı 944'dür. C variantı alanların Azərbaycan əsrində görüşü 1032-də var da bu da. Hə, 9-cu Ama əsrdə belki hücum. birinci əsrdə Türkçe bunlar. Birinci əsrdə. 1-ci əsrdə var durna. 19-cu əsrdə yoxdur. 11-ci əsrdə də var. Burada götürərik. Sonra 1-3-cü əsrləri bir də ki burada. Sonra Müəllim, bu burada Gəncə qapıları zadı alan tayfalarına görə tikilir də. Gəncənin qala qapıları şeyə gedir də. Haylandur hunlarına görə. Haylandır hunlarına görə. 1062-də xəndək qazdırır. Şəddad hökmdarı. Əbləs 1062-də Əbləs Paşa xəndək qazdırır. 1063-də isə eləyir. Nə var? Gəncənin qala qapılarını ehtirir. Amma alanlar deyə Haylandur hunları Seydədir. O isə Vasilədir. 462. Görürsüz müəllim, dedim də alanlar. Düz bilmişəm elə. Alanlar. 11-ci əsrdə, yəni uzun sözün qısası 9-cu Hə, əsrdə. bildim. Məsələn, burada cavab 1-dir. Çünki Slavyanlar 9-dan başlayıblar. Qalanlar B 944-dür, C 11-də var. Bir də ki, 3-cü əsr var. Təbrizin paytaxtı çevrilməsi 9-cu əsrdir. 9-da deyil, Rəbbadədə, 9-da. Sacin şanı əsr alınması 919-922-dir. Biri artıqdır, etnik birlik. Ərazi birlik, dil birlik, mədəniyyət. Bunlar xalqın formalaşmasında var, bu yoxdur. Uşaqlar, bunun cavabı- Məhəlli iqtisadi nədir müəllim o? Məqsəd əlaqələr var idi. Bir-birinə əlaqələrin olması. O cümlə var kitabda. 7-ci sınıf Azərbaycan Onu tarixində. səhv yazmışdım. Xönəmsə baş vermiş döyüş Həmədan döyüşüdür. Uşaqlar, buna illərini yazın. Talas döyüşü. Talas Çindən Uyğurun idi da müəllim bu. Yox, 751. Yox, Çindən Ərəbi, o Uyğurlar torpaq tutur bu nəticədə. 730-cu illərdir. Ərəb, Xəzər. Müəllim 31 deyil. Tamam. 31 Savalanda 37, 36, 37 haylatdı. Yəni 30-cu illər götürək də. Hə. Çünki konkretli çatdırılıb. 30-cu illərdir. Burada da qalib olan Savalanda Xəzərdir. Sonra Həmədan 800-dür. Həmədan çoxdur. Bu Ərəb Xəzərsindən olan deyirsə 830 var, 833 var. Burada qalib olacaq 830-da Xürrəmi. 830-da Ərəb. Hə. Bərzənd döyüşü bir şey döyüş yoxdur. 732-də bu da. Bir də şu an 1400. 356. 356. 456 düzdür. İngiltərə, Fransa, İngiltərə qalib. Mən bu Bərzənd döyüşü bəz döyüşünü demir. Bərzənd döyüşü yazar, bəzi döyüşünü yazsın, Bərzənd yazsın.
Amma mən bir dəfə görmüşdüm elə bəz döyüşünü Bərzənd kimi yazmışdı bir testdə. Yəni o bəs döyüşü desə heç 837 idi, amma bu Bərzənd təbii. Bərzənd şeyin iqamətgahı idi. Afşinin. Afşin iqamətgahı Bərzənd. Və bu onlar şey deyir, Bərzənd sözünü yazmayıb burada. Yəni, sadəcə deyir ki, Bərzənd şəhərinin köçürülü iqamətgahı. Xudafəng körpüsünün Fəzli Məhəmmədli, incə dedik, 1027. Doğru fikir uşaqlar. Keçid mezolit dövründədir. Bir də ki, xışın ixtirası məhsulu artırıb. Ana xaqanlıq dövrü ilk insanın yaranmasından yox, üst paleolitdən başlayır. Sonra D variantda da ki, xışın istehsalı Bakıya çatması yox, müəllim. elə bir Bakıya şey. çatmaq da Sən indinin bilirsən, özündə sən. istehsal var. Ya burada uyğunsuzluqda yeri, burada çox. Bax, uşaqlar burada birə Coğurqala düzdür, Muamaras düzdür, Əlincə yoxdur. Hamam düzdür, Oğlanqala da əvvəlki dövrlərdir. Sonra Sündü 920, Şamax məscidi. Şamax məscidi burada deyil uşaqlar. Şamax məscidi sonradır. 9-11 əsrdə. 13-14-cü əsrdə biri var Şamaxı türbəsi. Daha doğrusu biri var Şamax məscidi. Daha Şamax məscidi. 10-cu əsrdə o. Bir dəqiqə. Bu məsələ lazım yox. Yox uşaqlar o. Burada dərk burada deyir. Prosun ilin yadına salmaq istəyirəm. Şimdi ili konkret var idi. Onun ilin neçənci ildə tikildiyi. Şamaxa. Sündü 920-ci Həmçinin Şamax məscidi. Sonra üstündən bir də başqa harda məscid var Uşaqlar Şamaxda yoxdur. sahibdir, müəllim. Cümə məscidi deyirsə, Cümə məscidi deyirsə 7-ci 8-ci əsrlərdir. Cümə deyirsə 7-8-dir. Çünki başqa Şamaxda məscid 7-8-də var, bir 920 Sündü var. Başqa Şamaxda məscid yoxdur. Xudafəndə 1027-dir. Müəllim, Buna aid nə olmayan. qədər saat çanda, müəllim? Nə qalası? Nə qalası ay bala? Əlincə qalası 9-cu əsr. Həmən məncə qalsın. Bildim mən. 9-cu əsr. Uşaq cavab burada olur. BC, 1C, 2 BC, 3-də ki buna Orada Xudafərin məscidi 11-ci əsr yazılmış. uşaq 11-ci əsr var. 1027-dir mənim Xudafərim. Düzdür. Bəli, 1027 yazmışam bura. Sonra daha tez baş vermişdi. Rəvvadə dönüşü meydana gəlməsi 981. İqtam meydana gəlməsi Ərəb dövrü. Təbil əmirliyi 951. Mənsuur uşaq ittifaq pozması 1120-də, 1160-da hakimiyyət edildi. Sonra hökmdar üzərində torpaq bölmə başlaması. Şurada bu lap Sasani də dövründə var da, bu normal bir şeydir. Lap əvvəldən. Dünya yaranan gündə bu şey var, yəni hamı öz yaxınına çəkir. Şurada burada Parfiya Çapını ittifaqda olub. 53 Karra döyüşündə, 36-cı ildə, bir də ki 36-cı il Prosper döyüşündə. Mən Roma məğlub olmasını niyə deyəmirik ki? 38 Roma Roma qalib 38-də qalib gəlir. Karra ikinci döyüşdə bu Roma qalib gələcək. Sonra uşaqlar. Ara Çarcan körpü 1027 birinci yarısıdır. Selçukun Gəncənin əl keçirməsi. 1088. Şəddadan süqutu da 1088. İkini götürsək. Biri çıxarsaq. Üçə baxın, Təbriz Əzəmin 42 birinci yarısıdır. Ərəbi Sazan paydan çevirməsi, bu da 10-cu əsrdir. 10-cu əsrin əvvəlləri. Səlcuqlarda 66-dır müəllim. 23-cü uşaqlar bu 1-2 Yunan, Alban, bir də ki Latın vardı. Sonra öyle yazmışdı ki, Yahudilər falan yazarla tanışdılar. Elə bir cümlə də vardı. Şu an Naxçıvan səciyyəvi deyil. İkinci Şültəbədə müdafiə qalası diye bir şey yoxdur. Sonra qalanlar düz olsa fikir olaraq. Şurada burada 80-ci ilə aid olan ilin yazmış üstünə. Bu 988-də var. 80-ciləri bu düzdür. Tiflis Panəminin müstəqilləşməsi. Tiflis olan müstəqilləşib nə vaxt? 60-cı illərdədir. 69 adı deyil, biri 61 dedilər, biri 69 dedilər. 60-cı illər. Şəhidlərlə Mən yaranması. 9 Mənim Tiflis Müsəlman Əmirliyin Şirvanşahlar tabe eləyib də, hə müəllim? Ha, ha. 975 idi o müəllim.
Yox, 975 ilə 1088 senin tab olunmasıdır, Dərbəndi. Hə, ola bilər qarışdırmışam. Sonra gəldik nəyə? Dəmir əmniyyəməsi 951, Raban yarımsı 981, uşaqlar burada cavab 1 ilə 4-dür. Bir də ki 6-ya baxıram, 987. İlləri yazdım üstünə. Sonra 25-in sol uşaqlar telefon bu məntiqli tuta bilmədik. Bu da məntiqinə baxın bu nədir? Qalib Baxaq gəldiyi döyüşləri istəyir. Yox, Telefonda qalib gəlib. Ərəb qalib gəlib, Slav Sasaniyə. Savalında Xəzər qalib gəlib ərəbə. Bəzdə də ki Hətta biri məğlub olan istirsə eləyir. Cavab bəli, Kadisiyada da Ərəb Xəzərə qalib gəlib. Hilatda da Xəzər. Bax, Ərəb Sasaniyə qalib gəldiyi, Ərəblə Sasani arasında olan Hilat Kadisiyadır. Hilatdır və Həmədandır. Bunların üçündə Xürrəmilər, Bəz döyüşündə Ərəb qalib gəlir Xürrəmiyə. Həmədanda da Ərəb qalib gəlir Xürrəmiyə. Müəllim, Hilatın ili verilmiş ki, 8-ci əsrin 30-cu illər verilirdi, hə? Əslində 737 deyirlər, 736 deyirlər, hələ 30-cu illərdir. Soruşaqlar, Alman memarlığına aid deyil, bu 50-ci qalsı 9-cu əsrində soruşdu məndən. 9-cu əsrdə qalanlara aiddir. Burada da uşaqlar. Onun desin birinci yarısı, onun desin ikinci yarısı. Birə baxaq. Ərəblərə gələn xərc uşaqlar bu 919, 922 həbs olur deyə ondan qabaq dayandırır da. 912-lərdir. 912 dayandırır, düzdür. Biri A. Sarayın İslam özünə yürüyüşü, Sarayın özünə yürüyüşü. Uşaqlar bu 944. 944. AB. Deyir də müəllim. C baxmaram. Uşaqlar 957, 960 57-dən sonra gəlib hakimiyyətə. Dəqiqə. Hə. 957-dən 961. Sonuncu hökmdar olmayıb. Bir dəqiqə. 957 961 idi onun hakimiyyəti. Nə idi? Elə bir illər var. Əslində deyil. Yox, 969 81. Əstağfurullah. 962 981 19 il olub hakimiyyətdə. 19 il yadında saxlamışdım. 19 il. Uşaqlar ikinci yarısı yəni bu cavab burada olur. C variantı belə. Uşaqlar evə verəcəyim mövzular az qalıb, 20 gün uzat qalıb. Azmən taxmış olar, hardan keçmiş oldunuz option? Azmən taxımını evə verəcəyim. Azmən taxımını. Uşaqlar, səfərbələrin yaranması və idarə etməsidir, ona qədər. Anar sayım 27-ci paragraf. Bundan sonra belə. Bizi çatdırmalı yoxsa bunun proqram qutarmalı. Oldu uşaqlar. Sağ olun. Sağ olun müəllim.